Hər vaxtınız xeyirli və uğurlu olsun. Yenə də maraqlı bir test izahıyla qarşınızdayıq. Gəlin suala nəzər salaq. Hansı cümlədə qeyri-müəyyən təsirlik halda olan isim işlənməmişdir? İşlənməmişdirdən söhbət gedir dostlar. Gəlin baxaq. Bəhlul köynəyinin cibindən pul çıxarmaq istəyəndə Murad ona imkan vermədi. Burada deməli pul çıxarmaq istəyəndə əslində olmalıdır pulu çıxarmaq istəyəndə. Deməli bu bizə lazım deyil. Atırıq burada çünki təsirlik halda, qeyri-müəyyən təsirlik halda isim mövcuddur. B variantına baxaraq. Ev tapşırığı yerinə yetirərkən heyvanlar haqqında maraqlı məlumatlar topladım. Burada məlumatları topladım. Burada da deməli qeyri-müəyyən təsirlik halda olan isim var. Ona görə də bunu da atırıq. C variantı. Axşam mollanın yanında alnı qırışsız, göy gözləri diri, nurlu bir qoca gördüm. Burada siz qoca sözünün əslini götürə bilərsiniz ki, qocanı gördüm. Amma buradakı qoca deməli sifətdir. Ona görə də bizdən isim olmasını deyir və deməli doğru cavab elə isim C variantıymış. Çünki bu qoca sözü yenə deyirəm sifətdir. Əsirlər o zirzəmidə əzab-əziyyət içərisində keçən neçə gecə yaşadılar, xatırlamırlar. Gecəni yaşadılar. Deməli burada da var, ona görə də atırıq. Şagirdlərin birincilik əldə etməsində sinif rəhbəri Azad müəllimin böyük əməyi var. Burada əməyi var. Burada nədir? Təsirlik halda işlənən isimdir. Ona görə də atırıq. Doğru cavabımız qaldı C variantı.